Sənət adamlarını ayağa qaldıran səbəb nə oldu? Deyəsən əsəbləşirəm. O nə mahnıdır? O nə ritmdir? Mirzə Ələkbər Sabirin sözlərinə oxunan mahnı gündəmə bomba kimi düşdü. Adətli yəqin qalıb soyundan. Nə məqsədlə eliblər mən bilmirəm, başım çıxmır. Ona heç mahnı deməyə adamın dili gəlməz. Dım tı 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 dım tı tı. Belə oxumaq olmaz. Kan dostu amandı koyma geldi. Günahkar axtarışına çıxan sənətkarlar od püskürdülər. Axı niyə gedib hər kəs öz işi ilə məşğul olmur? Gətir bunu dınqırqoz bir, nə bilim nəyinizdən belə şeylərlə lazımdır bu. Hər yerindən duran oxumaq istəyir. Doğrusu korkmuşam koyundan. Bir əfilandır koyma geldi. Birazdan Videoya keçməzdən öncə bu cür videoların davamının gəlməyini istəyirsinizsə, videonu bəyənməyi